Hər vaxtınız xeyir, əks təsir izləyirsiniz. Bugünkü müsahibim Sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevdir. Əbülfəz bəy, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram dəvətinizə görə. Yaxşı olasınız. Bu sualla başlamaq istəyirəm ki, siz nazir postunuzdan ayrıldıqdan sonra mədəniyyət sahəsindəki hadisələri əvvəlki kimi yaxından izləyə bilirsinizmi? Birbaşa belə ünsiyyəti olmasa da, lakin mədəniyyət bütün bizim həyatımızın ayrılmaz bir hissəsidir. İstər-istəməz bu proseslər hamısı bütün ictimaiyyətin göz qabağındadır. Ona görə bəzi proseslərin haqqında mən xəbərdaram. Bəzilərinin ola bilsin ki, məndən xəbərsiz keçir. Çünki mən hal-hazırda birbaşa bu işlərlə məşğul deyiləm. Amma daimi maraqlanıram. Çünki bu maraqlı bir mövzudur. Hal-hazırda mən turizm sənayesi ilə maraqlanıram. Çünki mənim işlədiyim məkan hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetidir. Mən orada müəllim qismində çalışıram, dosent qismində. Magistrlərim var, onlara elmi rəhbərlik eləyirəm və ona görə bəlkə də turizm sənayesi ilə daha sıx əlaqədə oluram. Torpaqlarımız işğaldan azad olunandan sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı. Bəli. 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Necə düşünürsünüz? Bu bizim mədəniyyətimizə hansı töhfələr verdi? Bu olduqca vacib bir istiqamətdir. Olduqca. Mən hesab edirəm ki, bu cənab prezidentin apardığı bu gün Şuşanın təbliği, Qarabağın Azərbaycan xalqının mədəniyyətində oynadığı rolu, yeri haqqında həqiqətləri biz dünyaya çatdırmalıyıq. Bu onu sübut eləyir ki, bu torpaq əslən bizimkidir və heç kəs buna şübhə altında salmamalıdır. Mədəniyyətlə torpağın özəlliyi elə bil sübut olunur və insanlara çatdırılır. Bu yaxınlarda belə bir söhbət olub. Fikirləşdim və dedim ki, yəqin ki, yaxın vaxtlarda Şuşada və Qarabağda nəinki MDB ölkələrinin, yoxsa hansısa İslam ölkələrinin paytaxtı olan, amma ümumiyyətlə Azərbaycanın regionlarının hamısının orada mədəni proqramların təşkilinə vaxt gəlib çatıb. Çünki hər bir regionun özünə məxsus bir kökü var, xüsusiyyəti var, gözəlliyi var, incəliyi var. Ona görə onların hamısının Şuşada nümayiş olması və Şuşanın mədəniyyəti sanki hər bir regiona nümayiş olması olduqca maraqlı bir proses ola bilər. Hesab edirəm ki, bu da yəqin ki, müvafiq dövlət orqanları tərəfindən, ictimaiyyət tərəfindən həyata keçiriləcək və bununla da Şuşanın hər bir Azərbaycan vətəndaşının və xaricdə yaşayan hər hansı bir əcnəbinin şuurunda Şuşanın və Qarabağın məhz Azərbaycan torpağın və Azərbaycan mədəniyyət özəliyinin olmasını sübut etməkdə böyük rol oynaya biləcək. Bu fəxri adlarla bağlı məsələ davamlı olaraq gündəmə gəlir. Ləğv edilməsi ilə bağlı fikirlərinizi tez-tez oxumuşam. Bəs sizcə ləğv edilsə bu fəxri ad daşıyan sənətkarlar arasında necə qarşılanacaq? Bugün biz buna hazır deyilik. Amma vaxt gələcək o mütləq öz yerini tutacaq. Başqa formaları var. Heç kəs demir ki, bu günləri bütün fəxri adları biz ləğv eləyək və bununla da vidalaşaq. Bu təbii bir proses olmalıdır. Siz mənə deyə bilərsiniz, hansı digər ölkələrdə bu günləri fəxri adlar var? Yalnız keçmiş Sovet İttifaqının müqabilində olan bəzi ölkələrdə xalq sənətçisi kimi, amma burada xalq artisti, xalq rəssamı orada fərqləndirmir. Xalq sənətçi kimi adlar və daha çox bu rəsmi olaraq yox, xalqın tərəfindən təqdim olunmuş bir hörmət əlaməti olan bir ifadələrdir və adlardır. Yəqin ki, bizdə də müəyyən bir vaxt keçəcək. İnsanlar artıq hər insanın əməyini onun digər formalarla, qiymətləndirilməsi ərsəyə gələcəkdir. Və o vaxtı bu adlar yəqin ki, artıq sükuta uğrayacaq. Amma biz bugün buna hazır deyilik. Mənə elə gəlir ki, bugün mədəniyyətdə bu adların olması, onları təqdim olunması, insanların fəxrləndirilməsi, onların cəmiyyətdə seçilməsi üçün müəyyən bir böyük bir vasitədir və bu vasitənin tədricən
formasının dəyişdirilməsi haqqında söhbət gedir. Bu günləri Azərbaycanda prezidentin mükafatları var, təqaüdləri var. Hər il sənətçilərimizə xüsusi bir maddi yardım olaraq xüsusi bir siyahı tutulur və o siyahı əsasında insanlar əlavə maaşlara əlavələri əldə edirlər. Bu da bir yeni formadır və bu formada ki, gələcəkdə bunların daha da, yəni necə deyim, daha mütəşəkkil formada öz əksini tapacaqdır. Bilirsiniz, bizdə sənətçilərimiz əməkdar artist, xalq artisti kimi titulları üstünlük olaraq görürlər. Ötən gün bizim müsahibimiz xalq artisti Əlinur dedi ki, bizi səhnədə saxlayan bu titullardır. Yəni bunu ləğv etmək olmaz. Sözsüz ki, bu yaradıcı insanlar üçün bu günləri, bu gün məşğul olan və bu gün səhnədə olan cəmiyyətin, ictimaiyyətin qarşısında olan adamlar üçün bu sözsüz ki, bu gün lazımdır. Amma mənə elə gəlir ki, bizim böyük sənətkarları tək bu adlar səhnədə saxlamır. İncəsənətin özü, yaradıcılığın özü və onların axtarışları, tapıntıları, yeni layihələri onları sanki mənlə qidalandırır və Azərbaycan mədəniyyətinin gələcəyə aparır. Bütün bu proseslər tək adlardan ötəri getmir. Mədəniyyətin inkişafı öz-özlüyündə xalqın sərvətidir. Bəs mədəniyyətimizin digər bir sahəsi olan Azərbaycan kinosundakı vəziyyət bugün sizi qane eləyir. Sizcə hansı dəyişikliklərə ehtiyac var? Mən hesab eləyirəm ki, Azərbaycan bütün sahələrdə olduğu kimi kinoda da özünə məxsus nailiyyətləri mövcuddur, çətinlikləri də mövcuddur. Bu ziddiyyətlər olmasa, problemlər olmasalar, istər-istəməz inkişaf olmayacaq. Bu ziddiyyətlərin və çətinlikləri dəf etməkdən o spiralın yeni mərhələsinə gəlib çıxır cəmiyyət və o cümlədən də incəsənət özü, o cümlədən də kino. Sözsüz ki, bugün Azərbaycan kinosunun böyük potensialı var. Potensialın ərsəyə gəlmək üçün və ortalığa çıxmaq üçün böyük bir dəstək lazımdır. Dövlətin də, ictimaiyyətin də, sponsorların da və onların bu dəstəyin nəticəsində Azərbaycanda ən qədər istedadlı kino xadimləri vardır. Bizim böyük bir kino məktəbimiz var. Və vaxtilə Sovet İttifaqının miqyasında bu məktəb həmişə fərqlənirdi və hörmətlə yanaşılırdı. Və bu təbiidir, heç kəs onu yaddan çıxartmamalıdır. Lakin bugün məkan dəyişilib, biz Sovet İttifaqının məkanından çıxmışıq, biz artıq bəşəriyyətə məxsusuq, Azərbaycan müstəqil bir ölkədir və sözsüz ki, biz istəyərdik ki, bütün dünyada Azərbaycan filmləri nümayiş olunsun. Amma bunun üçün həm hazırlıq lazımdır, həm böyük maliyyə lazımdır, həm dəstək lazımdır, həm də biznes münasibətlərinin qurulması lazımdır. Çünki bilirsiniz, xaricdə filmlərin çəkilişi bu böyük bir iqtisadi sənayedir. Çünki insanlar vəsaiti, yəni sərmayə kimi qoyur filmlərin çəkilişinə, böyük filmlər çəkilir və onun səviyyəsindən asılı olaraq bu filmlərin də əldə olunan vəsait yenə də kinonun inkişafına gedə bilər. Yəni bu təbiidir. Bəs bu dediyimiz inkişafa çatmaq üçün bizə nə qədər zaman lazımdır? Çünki etiraf eləyək ki, hal-hazırda ərsəyə gətirilən filmlər bir qaynana, bizim Cəbişməliyim, Ögey ana, o filmlər deyil. Onlar mən sizə dediyim o dövrün filmləridir. Amma müstəqillik dövründə də, indi də baxılır. Müstəqilliyin dövründə də Azərbaycanda kifayət qədər dəyərli filmlər çəkilib. Sadəcə biz onları o qədər də bəlkə yaxşı bilmirik. Çünki onların nümayişi artıq mən dediyim o müəyyən bir qaydalara bağlıdır. O vəsaitə bağlıdır, nə bilim, bu müəyyən bir iqtisadi dövriyələrin qanunlarına bağlıdır. Lakin bunların arasında elə filmlər var ki, dünyanın müxtəlif festivallarında mükafatları da alıblar, yerləri də alıblar, laureat da olublar və bu filmlərin sırasında o cümlədən uşaqların haqqında olan filmlər var, vətən, yəni bizim müharibəsinin haqqında olan filmlər, insanların müharibədən çıxmış yeni cəmiyyətə daxil olduğu haqqında problematik filmlər var. Onlar çox dəyərli filmlərdir. Və
bu gün demək olmaz ki, Azərbaycanda belə filmlər yoxdur. Sadəcə Amma xalq arasında sorğu keçirsə çoxu bəli, məlumatsızdır. çünki çoxdan o filmləri daha Təbliğ çox olunmur. nümayiş etdirirlər, daha çox təbliğ edirlər. Bizim tariximiz, o filmlərin öz səviyyəsi var və heç kəs ondan qaçılmazdı. Lakin mən inanıram ki, Azərbaycanda son illər kino sənətinə vəsaitin ayrılması həm dövlət tərəfindən, həm də geniş ictimaiyyət tərəfindən kifayət qədər çoxaldı. Bu dediyim məsələ əslində bizim indiki musiqilərimizə də aiddir. Çünki bir ay trenddə qalmaq xatirinə çox bayağı, mənasız sözlərdən ibarət olan musiqilər demək olar ki, bütün gün televiziyalarda səsləndirilir. Razıyam sizlə. Mənim eşitdiyimə görə əvvəl mədəniyyət sahəsində bir senzura varmış və təhsili olmayan insanlar mahnı ifa etmək olsun, film çəkmək olsun, bunu edə bilmirlərmiş. Sizcə indi, yəni çox sənətkar da hal-hazırda senzura olmasının tərəfdarıdır. Sizcə olsa bu vəziyyət düzələrmi, ən azından mahnı cəhətdə? Bu tək senzura ilə bağlı deyil. Senzura bugünkü dövrdə daha çox Azərbaycan mənəviyyatının qorunması naminə qurulmalıdır. Həm siz dediyiniz o aşağı səviyyəli sözlər işlədilməməlidir, həm musiqinin yəni ki, təkrarlanma və kimdənsə oğruyub plagiat etməklə məşğul olmamalıdır. Xalqın mənəviyyatını, tarixini, özünün məxsusluğunu mütləq və mütləq dövlət qorumalıdır. Ona görə bugün senzura bu rolu oynamalıdır. Bəzən düşünürlər ki, senzura hansısa siyasi məqamları toxunmaqdan ötəridir ya da toxunmamaqdan ötəri həyata keçirilir. Yox. Bugün senzura tamamilə yeni bir rol oynayır və bu senzura mütləq olmalıdır. Lakin siz dediyiniz bununla düzələcəkmi? Yox, tək əldən səs çıxmaz. Burada digər meyillər var, digər şərtlər var və o şərtlərə uyğunlaşmaq üçün bütün ictimaiyyət, bütün cəmiyyət buna hazır olmalıdır. Belə faktlarla rastlaşanda mən də kədərlənirəm, mən də başa düşürəm ki, bu bəlkə də yol verilməzdir. Lakin bunun üçün çox ciddi çalışmaq lazımdır və bu çalışmaq tək düşünməyəsiniz ki, Mədəniyyət Nazirliyində işləyən adamların öhdəsində bu gəlir. Bu hamıya şamil olmalıdır. Televiziyalara, teatr müəssisələrinə, kino sənətçilərinə, musiqi xadimlərinə hamıya aid olmalıdır ki, hər bir insan özünü xalq qarşısına çıxardırsa, özünü onların qarşısına çıxmaq layiq görürsə, orada mütləq öz səviyyəsini saxlamalıdır. Belə insanlara qınaq ünvanlayanda özlərini belə müdafiə edirlər ki, cəmiyyət bizdən bunu tələb edir. Tutaq ki, bir müğənniyə bugün desək ki... Cəmiyyəti də tərbiyələndirmək lazımdır. Yəni, bu necə oldu cəmiyyətə düşdü ki, indi də cəmiyyət bunu tələb edir? Cəmiyyəti də tərbiyələndirmək lazımdır. Sözsüz ki, şaka da lazımdır, zarafat da lazımdır, nə bilim, hansısa gülməli proqramlar da lazımdır, əyləncəli proqramlar da lazımdır. Onlar hamısı öz yerində olmalıdır. İntihası onların da arasında real olaraq mədəniyyəti təbliğ etmə imkanları var. Sadəcə bunun üstündə ciddi düşünmək lazımdır və işləmək lazımdır. Aylar öncə Mədəniyyət Nazirliyi tərəfindən musiqi müəllimləri arasında bir imtahan keçirildi və imtahan verən müəllimlərin 80% işdən azad olundu. Buna qarşı etiraza qalxdılar ki, bu haqsız qərar idi, bizi işdən azad etməli deyildilər. Sizin bu barədə mövqeyinizi öyrənmək istəyərdim. Bugün mən deyə bilmərəm ki, bütün musiqi məktəblərində çalışan insanların səviyyəsi gözlədiyimiz kimi və çox yüksək səviyyədədir. Bu mümkündür. Müxtəlif adamlar hər sahədə belədir. Bu həkimin də yaxşısı olur, pisi də olur, nə bilim, dülgarın da yaxşısı, pisi olur. Belədir. Yəni bu. Burada da bu, amma siz nəzərdə tutmalısınız ki, Azərbaycanda bu şəbəkə həmişə fəaliyyət göstərirdi və gələcəkdə də göstərəcək. Çünki bu şəbəkə olmasa, Azərbaycan musiqi mədəniyyəti və təhsili yəni tamamilə məhv olunacaq. Lakin mən vaxtilə bunun haqqında düşünərək hesab eləyirdim ki, daha inqilabi yolla yox, daha evolyusion bir yol ilə tədricən yerlərin azalması, yaxşı müəllimlərin dəyərləndirilməsi, mükafatlandırılması, onların cəmiyyətdə seçilməsi, məktəblərin arasında müsabiqələrin keçirilməsi bu belədir. Əgər müəllim
real olaraq tələbəyə heç nə öyrədə bilmirsə, tələbənin valideyni ya da ki, tələbənin özü dərk etməlidir ki, bu müəllimdən bir şey mənə çıxmaz. Bu belə prosesdir ki, müəllim öz biliyini, öz bacarığını, öz istedadını uşaqla birbaşa bölüşməlidir. Və əgər bu bölüşmə prosesi zəif gedirsə, uşaq 3 il məktəbə gedirsə, tarda çala bilmirsə, ya da ki, pianoda çala bilmirsə, onda da deməli bu mənasızdır. Amma yenə də deyirəm, bu da bir günün işi deyil. Bu tədricən getməlidir. Və Nazirliyin qərarı yəqin ki, ondan ibarət idi ki, bu məktəblərin daha yeni səviyyəyə çıxarmaq istəyirlər, daha ciddi yanaşmaları tətbiq etmək istəyirlər. Onları başa düşmək olar. Lakin mən vaxtilə işləyəndə bu işi hesab edirdim ki, daha çox evolyusiyon yolu ilə keçmək. Məsəl üçün, məktəbə qəbulun miqdarını müəyyən qədər azaltmaq lazımdır. İmtahanların daha şəffaf və daha necə deyirlər, qəbul olunanda, insanları işə qəbul olunanda çox ciddi komissiyalar formalaşmalıdırlar. Onların imtahanlardan keçərkən real olaraq onların bilik səviyyəsini müəyyənləşdirməlidirlər. Bu yol mənə elə gəlir ki, tədricən daha çox, yəni cəmiyyətdə də rahat qəbul olunardı. Lakin bu dəfə biraz narahatçılıq oldu. Hesab edirəm ki, iş təmzimlənəcək və real olaraq ciddi və istedadlı müəllimlərimiz heç vaxt işi itirməyəcəklər. Yəni normal olaraq bu da sual doğurur ki, 80% müəllim sertifikasiyadan keçə bilmirsə, bunlar işə qəbul olunanda necə olunublar? Söhbət ondan gedir. Hazırki Mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən razısınız? Bəli, mən onu yaxşı tanıyıram və ona ancaq və ancaq uğurlar diləyirəm. Şimdi vaxtilə biz əməkdaşlıq da eləyirdik. Mən nazir işlərində, o başqa yerlərdə işləyirdi. Çoxlu mədəni Heydər Əliyev fondunda çalışırdı. Biz çoxlu maraqlı layihələr həyata keçirdirdik. Mən ümumiyyətlə onun bir şəxsiyyəti olaraq və bir insan olaraq hörmətlə yanaşıram. Yaxşı da münasibətim var. Son zamanlarda Azdramada yaşanan qalmaqallardan xəbərdarsınız hər halda. Müsahibələrinizin birində 2019-cu ildə demisiniz ki, qalmaqalların cəmiyyət içinə çıxması düzgün deyil. Bu sözünüzü bu məsələ ilə bağlamaq istəyirəm. Bu qalmaqala münasibətiniz necədir? Bu yaxınlarda bunu demişəm, bir də təkrar etmək istəyirəm. Teatr səhnədir və cəmiyyətin aynasıdır. Teatrda nə baş verirsə, mütləq cəmiyyətə məlum olur. Çünki bu insanların adları, onların təqdim etdiyi tamaşalar və s. hamısı cəmaatın və ictimaiyyətin göz qabağındadır. Ona görə orada gedən hər proses cəmiyyət üçün maraqlı olur. Cəmiyyət onu səbirsizliklə gözləyir, hansı hadisələr olur, necə olur və s. Digər tərəfdən də teatr öz-özlüyündə, dövlət teatrı olsun, hər hansı bir yaradıcı kollektiv, yəni teatr sayəsində olsa, bu bir dünyadır. Və o dünyanın daxilində müəyyən və mütləq olmaqda olan ziddiyyətlər mövcuddur. Orada rəqabət də mövcuddur. Müəyyən bir yaradıcılıq yanaşmaların da fərqi mövcuddur. Hərəsinin öz yaradıcı baxışı var və s. və s. Sadəcə o qalmaqların müəyyən bir etik qaydalarda saxlamağı vacibdir. Bu mənim fikrimdir. Mən vaxtilə işləyəndə də heç kəs demir ki, mən işləyəndə orada hər şey belə xamar idi və s. Onların da arasında ziddiyyətlər var idi. Sadəcə mən həmişə çağırırdım ki, xahiş edirəm bir-birinizə təhqir yana yox, elə qalmaqalla yox, normal tənqid eləyə bilərsiniz. Baxın, ittihamlar səsləndirilir, təhdidlər səsləndirilir. Bu aktyorların şəxsi nüfusundan çox teatra da yönəlir. Bu yaradıcı insanların arasında müəyyən bir belə bir dözülməməzlik var. İnsan istəyir ki, öz mövqeyini sübut eləsin və öz mövqeyini çatdırsın. Ona görə burada belə ziddiyyətlər əmələ gəlir. Amma yenə deyirəm, hər bir insanın daxilində, xüsusilə də yaradıcı insanın daxilində onun öz dünyası var və dünyaya öz baxışı var. Və bu baxışların arasında fərqlər həmişə olmalıdır. Bu arada bəzi Azdrama aktyorları Azdramanı Yuğ və yaxud da başqa özəl teatrlarla müqayisə etmək istəmirlər. Aktyorların bu teatrlara doğma, ögey münasibəti bəsləməyi necə? Bu təbiidir, çünki teatrın, yəni sözsüz ki, milli teatrımızın
dövlət dram teatrının rolu Azərbaycan cəmiyyət üçün çox önəmlidir. Çünki onun ənənəsi var, onun tarixi var, həm də ki, onun səviyyəsi var. Çünki əsas məkan kimi qəbul olunur. Amma bu demək deyil ki, balaca teatrlarda, o cümlədən yux olsun, pantomima olsun, o birilər kim olur olsun, bunların daxilində çalışan, bunların səhnələrində tamaşaçılara gözəl bir tamaşaları təqdim edən adamların yəni necə deyim, səviyyəsi onlardan aşağıdır. Söhbət ondan getmir. Söhbət heç də ondan getmir. Orada o qədər istedadlı, yaradıcı insanlar var ki, bəzən yeni bir tamaşaya gedəndə görürsən ki, o tamaşanın səviyyəsi heç də başqa teatrlardan geri qalmır. Bəzən də üstün olur. Bu ötəri söhbətlərdir. Mən böyük teatrda çalışdım, sən balaca teatrda çalışırsan. Bu heç də səviyyəsi əks etdirməyən bir məsələdir. Böyük teatrın öz yeri var, balaca teatrın öz yeri var, onun öz tamaşaçıları var, bunun öz tamaşaçıları var. Lakin teatr həmişə olduğu kimi bir cəmiyyətin aynası olmalıdır. Və teatr cəmiyyətdə gedən prosesləri qabaqlamalıdır. Bu arada Yux teatrının 10 ilə yaxında öz binası yoxdur. Sizcə bu məsələ niyə öz həllini tapmır? Vaxtilə bizim təklifimizin əsasında onlar yerləşirdilər köhnə bir şəhərin yanında, mərkəzində, Milli Dram Teatrının yanında köhnə bir günbəzli bir hamam, eski hamam var idi. Orada yerləşirlər və çox maraqlı tamaşaları da təqdim edirlər orada. Mən çox böyük maraqla getmişdim. Sonradan Kukla Teatrının bir səhnəsini biz təqdim elədik onlara və orada mən tez-tez gedirdim. Ümumiyyətlə, mən Yux teatrına çox maraqlanmışam o vaxtı. Çünki yaxşı, dəyərli bir teatrdır, gözəl artistlər də var. Çətin bir məsələdir. Lakin, bugün ümumiyyətlə, Azərbaycanda en qədər Sovetin dövründən qalmış mədəniyyət evləri və s. vardır. Bəlkə də orada işləyən adamların ixtisara etməmək üçün, nə bilim, hansısa sosial problemlərin ortalığa çıxmaması üçün onları sözsüz ki, bir gündə bağlamaq mümkündür. Amma tədricən bu binaların daha yeni, maraqlı incəsənət sahələrinə xidmət etməsi haqqında düşünmək olar. Bilmirəm, Bakı şəhərin mərkəzində bəlkə də belə yerlər yoxdur. Amma yəqin ki, elə binalar var ki, orada rahat teatr yerləşə bilər. Müvəqqəti olaraq Kukla Teatrının məkanı mən bilən pis deyil. Amma onlara bəzi məhdudiyyətlər yaradır. Sözsüz iki kollektiv bir binada çalışmaq kifayət qədər çətindir. Həmçinin aktyorlar da səhnədə, məsələn, yaralanma hadisəsi baş vermişdir. Onu mən başa düşürəm. İmtası yəqin ki, yol budur. Yol budur ki, mütləq bu müəssisələrin birində onları yerləşdirmə imkanı nəzərdən keçirmək lazımdır. Hər insan həyatında mütləq ki, mən olsam bu cür edərdim dediyi bir an olur. Mən kifayət qədər uzun illər orada çalışdım. Nəyi bacardım, onu elədim. Nəyi bacarmadım, onu eləyə bilmədim. Və bugün kimisə tənqid edib demək ki, mən onun yerində olsaydım, mən belə eləyərdim, fikrindən mən tamamilə uzağam. Çünki mənim Cənab Prezident bu şansı vermişdi mənə ki, sən burada sahədə çalışa bilərsən. Mən çalışdım, bildiyimi, bacarığımı nümayiş eləyə bildim, bilmədim, onu insanlar özləri qiymət verirlər. Lakin 14 il müddətində mən mədəniyyət naziri olmuşam. Azərbaycan mədəniyyəti üçün həm ölkəmizin daxilində, gözünüzün qabağında olan o yeni məkanlar, yeni layihələr, yeni imkanlar, gəlin belə danışaq. Xarici səviyyədə, beynəlxalq səviyyədə də Azərbaycan mədəniyyəti təmsil olmasına UNESCO səviyyəsində hörmətli Mehriban xanımın dəstəyi ilə, rəhbərliyi altında keçirdiyimiz tədbirlər mənə elə gəlir ki, sübut eləyir ki, o 14 ildə Azərbaycan mədəniyyəti bir yerdə dayanmırdı. O inkişaf edirdi və mənim də onun tarixə müəyyən qədər aidiyyətim vardır. Lakin bugün mən bəzən nəyisə təhlil edirəm, nəyisə təhlil eləmirəm, nəyisə bilirəm, nəyisə bilmirəm. Düşünürəm ki, yeni nəslin Azərbaycan mədəniyyətinin yeni səviyyə çıxarılmasında tam imkanları var. Sizə müsahibəmizin son sualını ünvanlamaq istəyirəm. Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müsahibələrinin birində sizin haqqınızda danışarkən deyib ki, Əbülfəz Qarayev sadəcə bir qurban idi. Məsələlərin görünməyən tərəfləri var.
Bəs Əbülfəz Qarayev özünü qurban olaraq görürmü? Əbülfəz Qarayev öz məsuliyyəti çox yaxşı dərk edən bir insandır. Yəqin ki, müəyyən proseslərin çərçivəsində mən müəyyən qədər diqqətsiz, müəyyən qədər arxayınçılığı nümayiş etdirdim. Onun nəticəsində müəyyən nöqsanlar da arada əmələ gəlib. Mən onu etiraf edirəm, amma onu da demək istəyirəm ki, mənim bilmirəm nə qədər bu suala cavab olar. Mənim vicdanım öz qarşımda yəni kifayət qədər rahatdır. Çünki mən özümü heç vaxt aldatmamışam. Allahın qarşısında da həmişə çalışmışam sözümü düzgün deyim və hesab edirəm ki, mən harda günahkar olmuşamsa, onun əziyyətini çəkmişəm və yəni necə deyim, əzəbini də çəkmişəm. Amma gördüyüm işlərə görə də müəyyən qədər özümə görə arxayın olmağa məndə əsas vardır.